Akıl Bokdadı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Bu gecənin nağılı Tənbəl Ququşu. Bugün Raminin nənəsinin 70 yaşı tamam olurdu. Axşam onlarda böyük qonaqlıq olacaqdı. Ramin məktəbdən evə gələndə artıq hazırlıqlar başlanmışdı. Mətbəxdən gözəl yemək qoxuları gəlirdi. Masanın üstü bəzənmişdi. Ramin əynini dəyişdi, əl-üzünü yuyub mətbəxə keçdi. Anası onu görüb gülümsədi. Xoş gəldin oğlum. Necəsən? Dərslərin necə keçdi? Yaxşı keçdi ana. Amma müəllimə evə çox tapşırıq verib. Ah, gözəl balam. Gərək bugün dərslərini özün yazasan. Məni gözləsən dərslərin qalacaq. Ay ana, sən kömək etməsən mən necə yazacağam? Özüm tək bacarmaram axı. Anası Raminin başını sığalladı. Balam, bugün çox işim var. Yeməklər, qonaqlar, hazırlıqlar. Amma sən artıq böyümüsən. Mən inanıram ki, sən bugün dərsini özün yaza bilərsən. Sına. Əgər hansısa sualda çətinlik çəksən, sonra bir yerdə baxarıq. Yox, ana, bacarmayacağam. Oğlum, sən qu quşlarının hekayəsini eşitmisən? İstəyirsən sənə danışım. Ramin maraqla dedi. Əlbəttə ana, danış. Böyük və gözəl bir dənizin sahilində qu quşları yaşayırdı. Bu quşlar çox xoşbəxt idilər. Hər gün yüksəkdən uçub, uzaqdan iri balıqları nişan alır və sürətlə suya dalaraq onu tuturdular. Beləcə, rahat və gözəl həyat sürürdülər. Bir gün dənizin yaxınlığında bir konserv zavodu açıldı. Zavod balıq konservi istehsal etmək üçün çoxlu balıq tuturdu və onların istifadəyə yararsız hissələrini sahilə tökürdü. Bir gün quşlardan biri bunu görüb sahilə tərəf getdi. Balıqları asanlıqla yedi. Sonra tez dostlarının yanına qayıdıb dedi. Diqqət! Artıq əziyyət çəkməyə ehtiyac yoxdur. Gəlin, sizi elə bir yerə aparım ki, istədiyiniz qədər balıq tapa biləsiniz. Bütün quşlar həyəcanla, tez olun, gedək görək bu yer haradır, dedilər. Onlar zavoda çatanda gördülər ki, sahildə çoxlu balıq var. Hər quş istədiyi qədər yeyirdi. Artıq heç birinin uçmağa, uzaqdan balıq nişan almağa və suya dalmağa ehtiyacı yox idi. Balıq yemək çox asanlaşmışdı. Quşlar gündən-günə daha da tənbəlləşirdi. Balaca quşlar da böyüklərə qoşulub asan yemək yollarına alışdılar. Lakin günlərin birində zavod bağlandı. Artıq sahildə nə balıq qalmışdı, nə də onları gətirən böyüklər. Balaca quşlar isə uçmağı, ov etməyi bilmədikləri üçün ac qaldılar. Zaman keçdikcə onlar zəifləyir və uçmaq üçün gücləri tükənirdi. Bir gün meşənin padşahı quşların yanına gəlib, onların əhvalını soruşdu. Balaca quşlar zəif və halsız idilər. Onlar ahəstə səslə dedilər. Bizə ov etməyi öyrədin ki, bir gün siz olmayanda ac və gücsüz qalmayaq. Hekayə burada bitəndə Ramin dedi. Aha, anladım. Mən də indiyə qədər o balaca quşlar kimi idim.
Həmişə sən mənə kömək edirdin. Amma mən o quşlar kimi tənbəl olmayacağam. Bacaracağam. O, anasını üzündən öpüb təşəkkür etdi. Sevinc içində otağına getdi. Dəftərini götürüb yazmağa başladı. Bəli, əziz balalar, həyatda bəzən zəhmət çəkmək, çalışmaq lazımdır. Asan yollar bizi tənbəlləşdirər. Valideynlərimiz bizə kömək edir. Amma biz özümüz də müstəqil olmağı öyrənməliyik. Bir gün onların köməyi olmaya bilər. Amma bacarıqlarımız həmişə bizimlə olacaq. Ramin kimi siz də öz gücünüzə inanın və bilin ki, siz düşündüyünüzdən daha bacarıqlısınız. Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.